bu dünyada sən əbədi qalmağa gəlməmisən. Yəni o evi qoyub gedəcəksin. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün sahabənin yanından keçir, görür ki, ev təmirləyirlər. Deyir, mən hədə, özü yaxşı bilir. Yaxşı bilir ki, nə eləyirlər. Deyirlər ki, ya Rasulullah, qad vəhə nuslihuhu. Ya Rasulullah, biz köhnəlib yeniləyirik, dedi. Əral əmrə a'cələ min zəlik. Peyğəmbər də dedi ki, qiyamətin bundan daha tez qopacağını zənn eləyirəm. Yəni, nə? Əsas məsələ odur ki, yəni, siz bu dünyada qəsrlər tikməyə, villalar tikməyə gəlmədiniz. Dünyadan istifadə eləməyə gəldiniz. Nə üçün istifadə eləmək üçün? İmtihan üçün istifadə eləməyə gəldiniz. Ona görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə buyurur? Lə təttəxizü dəyətə fətərqabu fid dünya. Dünyada lüks evlər tikib ona meyl etməyin. Dünya qantaratun fa'buruhə və lə ta'muruhə. Dünya bir körpüdür, onu keçməyə çalışın, onu mamur etməyə çalışmayın. Hər kəs dünyaya özü bilir nə sifəti ilə baxır. Öləndə peşman olur insan. Rabbirci'un, ya Rabbi, yenidən məni dünyaya göndər. Na'məl qayrulləzi na'məl. Etdiyimizdən fərq. Nədir? Çünki o insan nədən ibarətdir, möhtərəm qardaşlar? Arzudan ibarətdir. Quran-ı Kərim bunu şəhvətlə ifadə edir. O qədər gözəl ifadə edir ki, Zuyinə linnâsi hubbuş-şəhəvət minən-nisai vəl-bəninə vəl-qanatiril-muqantarati vəl-xaylil-müsəvvəməti minəl-ən'ami vəl-hars. Dəlikə məta'ul-həyati-dünya vallahu indəhu xayrul mə'əb. Yəni insanlara sevdirildi. Qəlbinə sevdirildi. Qəlbinə içirildi. Qadınlar, evlatlar, evlər, bağçalar, arsalar, cins atlar, indi onlar deyək ki, nədir? Hamı maşın almaq uğrunda yarışır. Gedim qəşəng maşınlar alın. Cah, cəlal, ad, san, hərə bir şey üçün arxasıca qaçır. Ölüncə bunların hamısı sıfırlanır, möhtərəm qardaşlar. Yoxa çıxır. Baxırsan ki, boş şeylərin arxasıca qaçmısan. O tərəfdə istənən şeylər başqadır. Allahı tanıdın mı? Quranı tanıdın mı? Peyğəmbərimi tanıdın mı? Allaha itaat etdin mi? Sədəqə verdin mi? Gözəl işlər gördün mü? Dünyanı bir körpü olaraq gördün mü? Dünyanı bir imtihan yurdu olaraq gördün mü? İnsana bunlar soruşulur. Sən isə dünya mənim deyirsən, dünya mənim. Dünyada mənim evim, mənim maşınım, mənim evladım, mənim nə bilim, ailəm, o, bu. Qardaş, bunlar önəmlidir. Bunlar bərəkətlidir. Amma bunları yəni, əbədi gözü ilə heç vaxt görməyirsən. Yəni, bunlara Allaha ibadət edər kimi görməyirsən bunları. Bunların hamısını Allaha gedən bir vəsilə olaraq görürsən. Təbii ki, insanın ailəsi önəmlidir, insanın övladı önəmlidir, sevgi verməlidir, sevgi almalıdır. Amma yəni, bunlar üçün yaşamaq, yəni, bunlar üçün sən bu dünyanı, bunları sənə verən Allahdır. Allah verməsin görün nə olur? Allah mal dövlət verməsin görün necə əldə edirsən? Məqam mövqeyi nəsib eləməsin görün necə əldə edirsən? Elə deyilmi? Hər şeyi insanı nəsib eləyən kimdir? Allah təbarəkə və tealadır. Birinci onu düşünməlisən. Və də bunların heç birisinin qulu köləsi olmayamalısın. Adamın mal əlindən çıxır, görsən ki, infaq vurur, gedir. Vəzifədən çıxardılar, işdən çıxardılar, infaq vurur. Demək ki, vəzifənin quludur da. Peyğəmbərimizdən nə deyir? Lü'nə abdü dinar və lü'nə abdü dirhəm. Qızıl pulun, gümüş pulun qulu olana yazıqlar olsun, lənətlər olsun. Yəni, dünya bir anda gələr, keçər. Hamı üçün gələr, keçər. Ona görə də Rabbirci'un, ya Rabbi, yenidən məni dünyaya göndər. Yaxşı əməllər edin. Əlləzi xaləqəl mövtə vəl həyətə liyəblivakum eyyukum əhsənə əmələ. Ölümü və həyatı yaradan odur. Görək hansınız daha yaxşı əməl sahibi olacaqsınız deyə.
Fasır əmələ və qad cəəkə zühdü fid dünya. Yəni, Allah sənə dünyada zühdü əmrləyib. Zühd nə deməkdir? Bir şeydən özü çevirmək deməkdir. Nədən özü çevirirsən? Dəyərsiz olandan daha dəyərli olana. Liyənnə zühdə kulləhu qısarul əməl. Çünki zühdün hamısı qısarul əməldir. Yəni, arzularının, istəklərinin az olması. Yəni, insanı bu dünyada məhv eləyən şey nədir? Arzuları və istəkləri. Bu da olsun, maşında olsun, evdə olsun, o da olsun, bu da olsun. Əsas işi unudursan, Allah'ı unudursan, Peyğəmbəri unudursan, kitabı unudursan, ibadətini unudursan. Heç nə sənin deyil. Yəqul ibn Ədəm, məli, məli, məli. Gör nə gözəl deyib Peyğəmbərimiz. Adəm övlüladım, mənim malım var, malım var, malım. Həl min məlikə illə əkəltə fə əfneytə və ləbistə fə əbleytə və tasaddaqtə fə amdayit. Sənin malın yeyib tükətdiyin, geyinib çürütdüyün və sədəqə verərək ahirətə göndərdiyindir. Başqa yoxdur. Ona görə də dünyada zühd sahibi olmaq o deməkdir ki, dünyadan üz çevirsən, üzünü hansı tərəfə doğru, ahirətə doğru. Amma dünya o qədər üzsüzdür ki, dünya nimətləri o qədər xadratın, hülvatın buyurur. Yaşıldır, şirindir. İnnallâhe müstaklifukum fîhə. Allah-u Teala sizi yer üzərində yerləşdirdi. Fəyanzuru keyfə tə'məlu. Allah baxır ki, görün, necə əməl edirsiniz? Aldanır mısınız? Fəttəqud dünya. Dünyadan sakının buyurur Allah Resulü. Dünya bir minik olmalıdır. Səni ahirətə aparan. Məqsəd olmamalıdır. Sənin məqsədin ahirət olmalıdır. Ahirəti qazanmaq olmalıdır. Rəbbin rizasını qazanmaq olmalıdır. Onu tanımaq olmalıdır. Və mən xaləqtul insə vəl cinnə illə liya'budun. Mən insi və cinni mənə ibadət etsinlər deyə yarattım. Necəsə dünyaya öz xoşundan gəlməmsən, bilməlisən ki, dünyaya göndərənin də səndən istədikləri var. Əyəxsəbul insanu ən yutraka suda. İnsan başı boş buraxılacaqmı mı zənn edir? Elə deyil mi, möhtərəm qardaşlar? Kimsə deyə bilməz ki, mən öz xoşumla bu dünyaya gəlmişəm. Cinsiyyətimi, qadın, kişi olmağımı özüm təyinləmişəm. Atamı, anamı özüm təyinləmişəm. Gözümün rəncini, boyumu, puxunumu, saçımı özüm təyinləmişəm. Kim deyə bilər? Heç kimsə. Bunların hamısını Allah təqdirləyir. Milliyyətini, atanı, ananı təqdirləyir və ruhunu bədəninə geydirir. Əsas məsələ nədir? Əsas məsələ odur ki, Allah səni əşrəfi məxluqat yaradır. Və gözünü açıb görürsən ki, Allah sənə ağıl verib, Allah sənə böyük nimətlər verib, düşünmə qabiliyyəti verib, təfəkkür etmə qabiliyyəti verib, dünyanı anlama qabiliyyətini verib. Bax, insan durmadan texnika inkişaf edir. Hər şeyi inkişaf edir. Kim ilətdirir bunu? İnsan ilətdirir. Nə üçün ilətdirir? Özünün rahat etməsi üçün ilətdirir. Ya maşınla getməyim, samalyotla gedim, nə bilim, onunla gedim, bununla gedim. Bir günə getməyim, 3 saata gedim, 3 saata getməyim, 10 dəqiqəyə gedim. Və beləliklə də bu gedəcəkdir. İnsanın rahatı üçün olur. Bunların hamısını bəxş eləyən insan düşündüyü zaman başqa bir məxluqat Allah-u Teala elm öyrənmə qabiliyyətini verməyib, danışmaq qabiliyyətini verməyib, düşünmək qabiliyyətini verməyib. Amma eyni insan da bilir ki, insandan başqa heç kimsə bilmir. Heç bir canlı öləcəyini bilmir. Öləcəyini bilən tək canlı insandır. Və bu da insanı çox düşündürür. Ona görə də Allah Resulü sallallahu aleyhi ve sellem nə buyurur? Əksiru zikra hadimilləzzat, ya'nil mevt. Ağız ləzzətlərini yox edən ölümü çox hatırlayın. Elə deyil mi, möhtərəm qardaşlar? Kullu nəfsin zaiqatul mevt. Hər kəs ölümü dadacaqdır. Qul innəl mevtəl-ləzi təfirrunə minhu fəinnəhu mulaqikum. O qaçdığınız ölüm mütləq sizi tutacaqdır. Sümmə turaddunə ilə alimil qaybi və şəhadəti fəyunəbbikum bimə kuntum ta'malun. Sonra aşkarı və gizlini bilən Rəbbinizin huzuruna çıxarılacaqsınız. Və o sizə dünyada nələr etdiyinizi bir-bir xəbər verəcəkdir. Ona görə də möhtərəm qardaşlar, ahirəti qazanmaq buradadır. Burada Allah rızası üçün sədəqələr verərsən,
Allah rızası üçün işlər görərsən, insanların könlünü alarsan, namazlar qılarsan, zikirlər edərsən, qəlbini ehya edərsən, qəlbini Allah sevgisi ilə, Peyğəmbər sevgisi ilə, din sevgisi ilə doldurarsansa, o dünyada da Allah onun qarşılığını verəcəkdir. Heç bir şey qarşılıqsız deyildir. Nə əkərsən, onu da biçərsən. Dünya mənzira'atul axirə. Dünya axiretin tarlasıdır. Burada nə əkirsənsə, orada da onu biçəcəksən. Ona görə də Allah-u Teala fürsət verib. Bu fürsəti dəyərləndirmək lazımdır. Yəni, qəlb gözümüzlə, bəsirət gözümüzlə bu dünyanın faniliyini görmək lazımdır. Qalbu şeyx, şabun aləhum busnəteyn, dulul həyah və kəsrətul məl. İnsan qocalır, amma onda iki şey gəncləşir. Peyğəmbərimiz nə qədər gözəl ifadə edib, möhtərəm qardaşlar. Qalbu şeyx, şabun aləhum busnəteyn, dulul həyah və kəsrətul məl. İnsan qocalır, amma iki şey onda gəncləşir. Dulul həyah, çox yaşamaq arzusu və kəsrətul məl, çox mal toplamaq arzusu. Bu dünyaya da sən əbədi qalmağa gəlməmisən. Yəni, o evi qoyub gedəcəksin. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün sahabənin yanından keçir, görür ki, ev təmirləyirlər. Deyir, mən hədə, özü yaxşı bilir. Yaxşı bilir ki, nə eləyirlər. Deyirlər ki, ya Rasulullah, qad vəhə nuslihuhu. Ya Rasulullah, biz köhnəlib yeniləyir.